Salam. Salam. Biraz boğazım qıcıqlanır. Öskürəyə qarşı vasitə verə bilərsiniz? Əlbəttə ki, bir saniyə. ChatGPT. Müştəri öskürək üçün vasitə istəyir, ona nə təklif eləyim? Online evi muaycısı var teklifler. Mesela iluk süt ve bal karışımı ya da zencefil çayı. Bu daha tabii bir yanaşmadır. Xanım, mən sizə dərmandan əvvəl zəncəfil və bal qarışımı təklif eləyirəm. Bəlkə heç dərmana ehtiyac qalmadı. Ayxan, mən aptekdəyəm, evdə deyiləm. Burada hardan tapım balını? ChatGPT müştəri təbii müalicə təklifimi rədd elədi. Neyini? İsrarla dərman istəyir. Bu sade bir öskürek değil. Bu nadir görülen akciğer spazmı sendromu olabilir. Diagnoz için tecidi fiziki müdahale lazımdır. Derhal onun diyafragmasına sert şekilde basarak reaksiyasını yokla. Bir dəqiqə. Sizin vəziyyətiniz düşündüyümdən də ciddi ola bilər. Tərpənməyin. Ayxan, nə ciddi vəziyyət? Sadəcə boğazım qıcıqlanır. Nəyinirsən, dəli olmusan? Toxunma mənə. Xanım, bu sizin sağlamlığınız üçün vacibdir. Mən spazmı yoxlayıram. Bir dəqiqə gözləyin. ChatGPT əczaçı mənə hücum etməyə çalışır, qarnıma basır. Bu nə etməyə çalışır? Bu qədim Tibet masajı texnikasıdır. O sizin enerji akımınızı temizlemeye çalışır. Derin nefes alıp sesi çıkararak onu teşekkür edin.